Təsəvvür edin ki, uşağınızın ən yaxşı dostu, həm də onun ən böyük təhlükəsi ola bilər. Və bu dost, yəni insan deyil. 1 və 0-a xoş gəlmisiniz. Bugün biz həqiqətən çox mürəkkəb, amma çox vacib bir mövzuya başvururuq. Süni intellektin uşaqların həyatındakı rolu. Əlimizdə sizin üçün topladığımız müxtəlif mənbələr var, hesabatlar, araşdırmalar, ekspert rəyləri. Çalışacağı ki, bu texnologiyanın həm risklərini, həm də potensialını, necə deyim, tərəf tutmadan anlamağınıza kömək edək. Bəli, çox vacib mövzudur, çünki süni intellekt artıq demək olar ki, hər yerdədir. Elədir, elədir. Uşaqlarımızın o interaktiv oyuncaqlarından tutmuş. Təhsil proqramları. Bəli, təhsil proqramları, sosial media lentləri, hətta o danışdıqları chatbotlar, ChatGPT kimi, Gemini kimi. Bəli, bunların hamısı süni intellektlə işləyir və UNECRI kimi beynəlxalq təşkilatlar ya da Pontifex Elmlər Akademiyası kimi qurumlar da təsdiqləyir ki, bu həqiqətən çox geniş yayılıb. Amma eyni zamanda, məsələn, İrlandiya parlamentinin hesabatı var, başqa sorğular var. Bunlar göstərir ki, valideynlər, ekspertlər ciddi şəkildə narahatdılar. Tamamilə haqlı narahatlıqlardır. Çünki bayaq dediyim kimi, süni intellekt biraz iki tərəfli qılınc kimidir də. Yəni, bir tərəfdən çox faydalı ola bilər, amma digər tərəfdən də ciddi risklər daşıyır. Məsələn, hansı risklər? İlk ağla gələn nədir? Baxın, ən əsas məsələlərdən biri məxfilikdir. Bu süni intellekt sistemləri inanılmaz həcmdə məlumat toplayır. Hətta Kanada Məxfilik Komissarlığı, OPC buna toz soran effekti deyir. Toz soran effekti, yəni hər şeyi çəkir içinə. Bəli, demək olar ki, uşaqların həssas məlumatları, adları, yaşları, maraqları, hətta bəzən məkan məlumatları, səsləri, şəkilləri, bunlar hamısı yığılır. Və problem təkcə məlumatın yığılması deyil, həm də onun necə istifadə olunmasıdır, elə deyilmi? Şəffaflıq yoxdur sanki. Tamamilə doğrudur, şəffaflıq çox aşağıdır. Valideynlər çox vaxt nə baş verdiyindən, uşağın hansı məlumatlarının toplandığından, necə istifadə edildiyindən tam xəbərdar olmur. O razılıq verirəm düyməsini basırıq, amma... Amma əslində nəyə razılıq verdiyimizi bilmirik. Çox vaxt bilmirik, bəli. Bu məlumatlı razılıq mexanizmləri yetərsizdir. Bu isə Pontifex Akademiyası və ya Oyo Rectas kimi mənbələrin də xəbərdar etdiyi kimi çox ciddi nəticələrə yol aça bilər. Məlumatların sui-istifadəsi, şəxsiyyət oğurluğu... Hətta uşaqların istismarı riski də var. Təəssüf ki, bəli. Bu məlumatlar pis niyyətli şəxslərin əlinə keçə bilər. Bu çox ciddi bir riskdir. Sonra başqa bir böyük narahatlıq sahəsi psixi və emosional sağlamlığa kəsirlərdir. Aha, bu da çox aktualdır. Ekran vaxtı məsələsi. Bəli, artan ekran vaxtı bir problemdir. Amma təkcə o deyil. Süni intellekt alqoritmlərinin idarə etdiyi o məzmun axını, uşaqlarda aqressiya, narahatlıq, diqqət problemləri, hətta depressiya riskini artıra bilər. Queensland Universitetinin araşdırmaçıları buna bir növ qüsurlu dövran deyirlər. Qüsurlu dövran bu nə deməkdir? Yəni, uşaq problem yaşayanda telefona üst tutur. Bəli, məsələn, uşaq özünü pis hiss edir, darıxır və ya narahatdır, telefona və ya planşetə üst tutur ki, başını qaçsın. Amma alqoritmlər onu elə məzmunla təmin edir ki, bu əslində problemi daha da dərinləşdirə bilər, ya da onu daha çox cihazda qalmağa təşviq edir. Bu, bir növ çıxılmaz vəziyyət yaradır. Çox maraqlıdır. Bəs bu süni intellektlə işləyən chatbotlar, oyuncaqlar, onlar sosial bacarıqlara necə təsir edir? Baxın, burada da balans vacibdir. Əlbəttə, müəyyən qədər faydalı ola bilər. Amma bəzi araşdırmalar, məsələn, JETER jurnalında dərc olunanlar və ya Pontifex Akademiyasının qeydləri göstərir ki, əgər uşaq həddindən artıq dərəcədə bu cür, necə deyim, qeyri-insani interaksiyalara qurşanırsa... Yəni, real insanlarla ünsiyyət əvəzinə. Bəli, bunun əvəzinə daha çox texnologiya ilə dostluq edirsə, bu, real dünyadakı sosial bacarıqların, empatiyanın, yəni başqasının hisslərini anlama qabiliyyətinin inkişafına mənfi təsir göstərə bilər. Tənhalıq hissini də artıra bilər, paradoksal olsa da. Aydındır. Bir də bu zərərli məzmun məsələsi var. Uşaqlar onlayn mühitdə necə olur ki, belə şeylərə rast gəlirlər? Bu sadəcə təsadüfdür, yoxsa... Təəssüf ki, çox vaxt təsadüfi deyil. Sosial media platformalarının tövsiyə sistemləri var, bilirsiniz. Bu sistemlər, Oraytech hesabatında da qeyd olunan bəzi araşdırmalara görə,
uşaqları platformada daha çox saxlamaq üçün, yəni maksimum cəlb etmək üçün dizayn edilib. Yəni, alqoritmin məqsədi uşağı qorumaq deyil, onu ekrana bağlı saxlamaqdır. Əsasən bəli. Və bu prosesdə alqoritmlər bilərəkdən və ya bilməyərəkdən uşaqları mizoginiya, yəni qadınlara qarşı nifrət, özünə zərər, ekstremizm kimi çox zərərli, uyğunsuz məzmuna yönləndirə bilir. Bu çox qorxulu səslənir. Bəs yaş məhdudiyyətləri? Onlar işləmir. Problem də elə bundadır. Effektiv yaş təsdiq mexanizmləri çox vaxt yoxdur və ya asanlıqla yan keçilə bilir. Məsələn, Oretic hesabatında İrlandiya üçün bir statistika var idi. 8-12 yaşlı uşaqların 84%-nin sosial media profili var. 84%, 8-12 yaşlıların. Bu çox yüksək rəqəmdir. Bəli, çox yüksəkdir. Bu o deməkdir ki, çox kiçik yaşlı uşaqlar böyüklər üçün nəzərdə tutulmuş məzmunla üzləşə bilirlər. Üstəlik, süni intellekt kiberzorbalıq və istismarın yeni, daha təhlükəli formalarına da yol açır. Məsələn, deepfake texnologiyası. Hə, o saxta videolar, şəkillər. Bəli, çox real görünən saxta videolar və şəkillər yaratmaq mümkündür. Və yenə Oerstas hesabatına görə bu cür deepfake məzmunun 96% qeyri-razılaşdırılmış cinsi xarakter daşıyır. 96%. Bəli, və daha dəhşətlisi odur ki, bunların 99%-i qadınlar haqqındadır. İnanılmazdır. Deməli, bu təkcə məşhurları hədəf alan bir problem deyil, adi insanlarda? Qətiyyən, adi insanlar, xüsusilə də uşaqlar və gənclər, qızlar asanlıqla hədəf alına bilər. Bu, şantaj üçün, alçatmaq üçün istifadə edilə bilər. Bundan başqa süni intellekt, onlayn təqibi, yəni groomingi, uşaqları onlayn istismara hazırlama prosesini və şantajı da asanlaşdıra bilər. British School Manila kimi məktəblər, Pontifik Akademiyası kimi qurumlar da bu barədə xəbərdarlıq edir deyəsən. Bəli, edirlər. Çünki təhlükə realdır. Hətta bəzi zərərli ideologiyaların, məsələn, Andrew Tate kimi fiqurların təbliğatının yayılmasında da bu algoritmlərin rolu olduğu düşünülür. Uşaqlar asanlıqla bu cür təsirlərə məruz qala bilirlər. Bütün bunlar bir yana, bir də kognitiv təsirlər var deyəsən. Yəni, beyinə, düşüncəyə təsirləri. Bəli, bu da müzakirə olunan mövzulardandır. Daimi məlumat axını, bildirişlər, qısa videolar, bütün bunlar diqqəti cəmləmə qabiliyyətinə, yaddaşa, hətta yaradıcılığa potensial olaraq mənfi təsir göstərə bilər. Tənqidi düşünmə bacarıqları da zəifləyə bilər, çünki hər şey hazır şəkildə təqdim olunur. Yaxşı, gəlin birazdan müsbət tərəflərə baxaq. Bütün bu risklər həqiqətən çox düşündürücüdür, hətta qorxuducudur. Amma yəqin ki, süni intellektin uşaqlar üçün heç bir müsbət tərəfi yox deyil, yoxsa biz yalnız qaranlıq tərəfi görürük? Əlbəttə, əlbəttə, müsbət tərəflər və böyük imkanlar da var. Əgər riskləri danışırıqsa, mütləq potensialı da qeyd etməliyik. Məsələn, təhsil sahəsi. Təhsildə necə kömək edə bilər? Baxın, süni intellekt inanılmaz potensiala malikdir. Fərdiləşdirilmiş öyrənmə təcrübələri yarada bilər. Yəni, hər uşağın öz sürətinə, öz ehtiyaclarına uyğunlaşdırılmış tədris materialları, tapşırıqlar təqdim edə bilər. Bu, xüsusilə bəzi uşaqlar üçün çox faydalı ola bilər yəqin ki. Bəli, məsələn, öyrənmə çətinliyi olan uşaqlar üçün və ya əlilliyi olan uşaqlar üçün çox dəyərli alətlər təqdim edə bilər. Onlara təhsilə daha rahat çıxış imkanı yaradır. Pontifik Akademiyası, OPC kimi mənbələrdə bunu vurğulayır. Hətta süni intellektlə işləyən repetitorlar, köməkçi proqramlar artıq reallıqdır. Maraqlıdır. Bəs təhlükəsizlik məsələsi necə? Süni intellekt həm təhlükə yaradır dedik, həm də qoruyucu ola bilərmi? Bəli, ironik səslənsə də ola bilər. Məsələn, bayaq danışdığımız o zərərli məzmun var ha. Süni intellekt alqoritmləri həm də bu məzmunun filtrlənməsində istifadə edilə bilər. Yəni, zərəri aşkarlayıb bloklamaq üçün. Bəli, təhlükəli davranışların, onlayn zorakılığın, kiberzorbalığın aşkarlanmasında kömək edə bilər. British School Manila kimi təcrübələr bunu göstərir. Platformalar bu texnologiyadan uşaqları qorumaq üçün daha aktiv istifadə edə bilərlər. Oireachtas hesabatında etibarlı işarəlicilər, trusted flaggers kimi mexanizmlər təklif olunur. Bu nədir? Etibarlı işarəlicilər. Bu deməkdir ki, etibarlı təşkilatlar, məsələn, uşaq hüquqları ilə məşğul olan QHT-lər, zərərli məzmunu aşkar etdikdə, bunu platformalara daha sürətli və effektiv şəkildə bildirə bilir və platformalar da buna daha cəld reaksiya verir.
Hətta bəzi sağlamlıq problemlərinin, məsələn, autizm spektr pozuntusu və ya digər inkişaf ləngimələrinin erkən diaqnostikasında da süni intellektin potensialı olduğu düşünülür, araşdırmalar davam edir. Hə, bu da çox vacib bir sahədir. Problemləri həll etmək üçün güclü bir vasitəyə çevrilə bilər. Onları gücləndirə bilər. Deməli, balans çox önəmlidir. Yaxşı, bəs bütün bunların sizin üçün, bizi dinləyən valideyn, müəllim və ya sadəcə bu mövzu ilə maraqlanan şəxs üçün mənası nədir? Aydındır ki, süni intellekti tamamilə qadağan etmək nə mümkündür, nə də yəqin ki, düzgündür. Onda nə etməli? Mütləq qadağa çıxış yolu deyil. Əsas məsələ məncə iki istiqamətdədir. Savadlılıq və praktiki addımlar. Süni intellekt savadlılığı dedikdə nə nəzərdə tutulur? Uyğun şəkildə əlbəttə həm də böyüklərin, yəni valideynlərin, müəllimlərin, qəyyumların süni intellektin necə işlədiyini, onun potensial risklərini və faydalarını anlaması üçün təhsilə, məlumatlandırmaya ehtiyac var. Unicre, Oiraqtas kimi mənbələr bunu xüsusi vurğulayır. Bu, nəsillər arasında o texnoloji bilik fərqini də azaltmağa kömək edər yəqin. Çünki çox vaxt uşaqlar bizdən daha çox bilir. Tamamilə doğrudur. Bu fərqi azaltmaq çox vacibdir ki, böyüklər uşaqlara düzgün yol göstərə bilsinlər. Praktiki səviyyədə isə ən vacib şeylərdən biri uşaqlarla açıq ünsiyyət qurmaqdır. Onların onlayn nə etdikləri, nə ilə qarşılaşdıqları barədə danışmaq. Sərhədlər qoymaq da vacibdir yəqin ki. Ekran vaxtı, hansı proqramlardan istifadə etmək olar? Bəli, sağlam sərhədlər müəyyən etmək çox önəmlidir və əlbəttə valideyn nəzarəti vasitələri var. Bark və ya Qustadio kimi proqramlar var ki, valideynlərə müəyyən nəzarət imkanı verir. Amma bunlardan da kör-körana yox, şuurlu şəkildə istifadə etmək lazımdır. Bu alətlər də mükəmməl deyil. Əsas olan ünsiyyət və etibardır. Amma təkcə fərdi səylər, yəni valideynlərin, müəllimlərin səyləri bəs edərmi? Daha böyük mənzərədə sistem səviyyəsində nə edilməlidir? Bu, texnologiya şirkətlərinin, hökumətlərin rolu nədir? Çox doğru sualdır. Fərdi addımlar vacibdir, amma əlbəttə ki, kifayət deyil. Daha geniş miqyaslı, sistemli yanaşmaya ehtiyac var. Bu, ilk növbədə daha güclü dövlət tənzimlənməsini tələb edir. Uşaqların məlumatlarının qorunması ilə bağlı qanunlar daha sərt olmalıdır. Ofisinin təklif etdiyi bir prinsip var. Dizaynla məxfilik, privacy by design. Yəni, texnologiya şirkətləri məhsullarını və xidmətlərini elə ilk başdan uşaqların məxfiliyini və təhlükəsizliyini nəzərə alaraq dizayn etməlidirlər. Bu, sonradan əlavə edilən bir funksiya olmamalıdır. Etik məsələlər də var. Bəli, etik qaydalara uyğun inkişaf çox vacibdir. Platformaların daha çox məsuliyyət daşıması lazımdır. Məsələn, Oiraqtas hesabatı təklif edir ki, effektiv yaş təsdiqi sistemləri tətbiq olunsun və uşaqlar üçün o tövsiyə alqoritmləri, hansılar ki, zərərli məzmunu apara bilir, default olaraq, yəni ilkin ayar olaraq söndürülsün. Uşaq öz istəsi aktivləşdirsin. Beynəlxalq əməkdaşlıq da vacibdir, yəqin çünki internet sərhəd tanımır. Mütləq. Bu, qlobal bir problemdir və qlobal həllər tələb edir. Və ən əsası, bütün bu proseslərdə istər qaydaların hazırlanmasında olsun, istərsə də texnologiyaların dizaynında uşaqların və gənclərin özlərinin səsini eşitmək və nəzərə almaq lazımdır. Onların fikirləri, təcrübələri çox dəyərlidir. Həm Pontifik Akademiyası, həm də Oiraqtas hesabatı bunu xüsusi qeyd edir. Məsələn, gənclər assambleyaları təşkil etmək olar. Beləliklə, yekun olaraq deyə bilərik ki, süni intellekt həqiqətən çox güclü bir alətdir. Uşaqlar üçün həm böyük imkanlar yaradır, həm də ciddi təhlükələr daşıyır. Və bizim məqsədimiz onu şeytanlaşdırmaq və ya qadağan etmək deyil. Qətiyyən, məqsəd riskləri minimuma endirərək və faydaları maksimuma çatdıraraq onu ağıllı şəkildə idarə etməkdir, balansı tapmaqdır. Bəli, balansı tapmaq. Və bütün bunlar çox vacib bir sual ortaya qoyur əslində. Baxın, süni intellekt artıq uşaqlığın ayrılmaz bir hissəsinə çevrilir. Bu reallıqdır. Bəs biz cəmiyyət olaraq onun bizim insani potensialımızı, qarşılıqlı əlaqələrimizi, empatiyamızı zəiflətmək əvəzinə onların necə gücləndirməsini təmin edə bilərik? Bu gələcəyi formalaşdırmaqda məsuliyyət təkcə o böyük texnologiya şirkətlərinin və ya hökumətlərin üzərindədirmi? Yoxsa hər birimizin valideyn, müəllim, vətəndaş olaraq bu prosesdə öz rolu və öhdəliyi var? Bu barədə düşünməyə dəyər.